Salam əziz TikTok dinləyicilərim. Söz vermişdim ki, şəkər xəstəliyindən danışacağım. Bugünkü mövzu şəkər xəstəliyidir. Əvvəlcədən deyirəm ki, bu mənim fikrimdir. Ola bilər ki, siz bundan razılaşasınız, razılaşmayasınız. Сообщениеdə yazarsınız. Razısınız, razı deyilsiniz. Bir kəlmə. Çox lazım deyil. Deməli, şəkər xəstəliyi deyəndə birinci məlumdur da, mədə altı vəz. Daxili orqanların hamısının adı var. Qaraciyərə elə bir filtr deyirlər, nə bilim, ağciyərə nə deyirlər. Mədə altı vəzin də adı kaprizin əzələdir, yəni dəymə düşər əzələdir. Nəyə görə onu dəymə düşər əzələ orqan deyirlər? Ona görə ki, ona bir qıraq problem sən ona yaratsan, o da səndən hayfını alacaqdır. O belə boş buraxmır. Qısasını alır. İndi biz nişəyə müraciət eləyək, böyük alim deyim də, alim nişəyə müraciət eləyək. Nişi deyir ki, daxili orqanlarda xəstəlik o vaxt yaranır ki, ona normal qan getmir. Və qanın tərkibi kifayət qədər olmur ki, öz funksiyasını yerinə yetirsin. Onda daxili orqanlarda problem yaranır. Bu mədə altı vəzdə helikaprizin olduğuna görə qan ürəyə az gedəndə ürək bir təhər yola verir. Qaraciyərə getməyəndə bir təhər yola verir. Prostata getməyəndə bir təhər yola verir. Amma o mədə altı vəzə getməyəndə o saat bir özə kaprizin daxil. Öz funksiyasını yerinə yetirmiş şəkər xəstəliyi əmələ gəlir. İndi gəlin bir baxaq ki, nə təhər eləmək olar ki, mədə altı vəzə normal qan getsin. Bütün həkimlər nə məsləhət görürlər şəkər xəstələri? Piyada getkinə. Bütün şəkər xəstələri də piyada gedirlər, amma xeyri yoxdur. Niyə xeyri yoxdur? Mənim fikrimcə ona görə xeyri yoxdur ki, piyada getmək mədə altı vəzə kifayət qədər qan göndərmir. Ona görə kömək eləyir, demirəm heç nə eləmir. Kömək eləyir, amma problemi həll eləmir. Bəs onda onun problemi nədir? Nətər eləyək ki, mədə altı vəzə qan getsin. Onun problemi qaçmaqdır. Qaçanda ürək bərk vurur, ürəyə normal qan gedir. O da öz funksiyasını bərpa eləyə bilər. Bəs niyə həkimlər piyada getməyi deyirlər, qaçmağı demirlər? Piyada getməyi ona görə həkim bilir ki, xəstə piyada gedəcək, ona heç bir ziyan gələ bilməz piyada getməkdən. Nə qədər gəlirsən gəl, nə qədər gedirsən get, heç bir ziyan gəl. Qaçmağın minlərlə problemi var. O bir elmdir, onu öyrənməsən, gedib qaçmaqla məşğul ola bilməzsən. Böyük problem yarada bilərsən. Bir dənə səhv eləyərsən, elə daroşkada qalarsan. Bir səhv eləyərsən, infarkt olarsan. Zarafat deyil qaçmaq. O kitabları töküb, mən 43 ildir qaçmaqla məşğul olmam. Mən bilirəm də ki, qaçmaq nə deməkdir. Ona görə qaçmağı demirlər ki, sən gedib böyük səhv eləyib, özünə bir problem yara bilərsən, piyada getməyi deyirsən, piyada getməkdə kifayət eləmir. İndi onu nə ilə izah eləmək olar? Bir dənə 60 yaşında adam deyər ki, mən durum, gedim bir yeri kitabları oxuyum, başlayayım qaçmağa. Onun əvəzinə, onu tam əvəz eləmir, qaçmağa heç nə əvəz eləyə bilməz. Mikulinin vibrogimnastikası var. O, ayağını qalxızıb yerə vurmaq, 4 cm. Onu sən yerə vuranda qan aşağıdan yuxarı yaxşı hərəkət edir. Bütün o orqanlara yaxşı qan getməməyinin səbəbi də odur ki, ürək vurur. Ürəkdən ağzı aşağı qan yaxşı gedir. Ələ yaxşı gedir. Ürəkdir. Buradan vurdu, barmaqlarına gəldi qan. Bura vurdu, ayaq barmaqlarına getdi qan. Aşağıdan yuxarı qalxa bilmir. Məqsəd onu aşağıdan yuxarı qanı qovmaqdır. Qaçmaqla məşğul olma. Sən hər zərbə ilə dabanını yerə vuranda qan qalxır yuxarı. Normal qan gedir. Bu bir variant. Bir normal qan göndərir. İkinci variant nədir? Masaj. Masajla qanı aşağıdan yuxarı göndərmək olar. Samo masaj var, yəni özünü masaj eləyə bilərsən. Ya bu terminləri rus dilində işlədirəm, çünki kitablar zətlər hamısı rus dilindədir. Azərbaycan dilində nə kitab var? Kitab var Azərbaycan dilində. Götürüb onlarla tərcümə eləmirlər ki, cəmaat bilsin. Bütün istiqamət ürəyə tərəf olmalıdır. Sən qanı qovmalısan ürəyə tərəf.
onu bilməlisən. Masajda bilirsiniz də, bir 15 kurs götürdün, 10-15 kurs götürdün, minimum 10 kurs, maksimum 15 kurs. 10-15 kurs götürdün, heç olmasa 2 ay periodif eləyib, bir də fasilə eləyib, bir də təzdən kurs götürmək olar. Qanun kömək eləyərsən mədə altı vəzə getməyini. Sonra nə kömək eləyər? Sonra kömək eləyər kontrastlı duş. Ay şəkər xəstələri. Cəmaət səhər tezdən gedib əlizini yuyanda, sən gedib girməlisin, duşun altında kontrastlı duş qəbul eləməlisən. Bütün bədənə isti duş verəndə kapilyarlar genişlənir. Soyuq, demirəm, bumbuz elin, qaymarit qazanın, farentit qazanın. Biraz da temperaturu aşağı suyun altına girəndə kapilyarlar sıxılır, genişlənir, sıxılır, genişlənir, sıxılır. Bunun adı olur kapilyarların masajı. Həm kapilyarlar başlayır yaxşı işləməyə, həm də qan oradan yaxşı keçir, mədə altı vəzə normal qan gedir. Və sonra nə kömək eləyə bilər? Sonra kömək eləyər par, rus parı. O əvəz olunmaz bir şeydir. Gelib girirsən 90 dərəcəyə, bütün kapilyarlar genişlənir. Gəlib girirsən soyuq suya, bütün kapilyarlar sıxılır, genişlənir, sıxılır. Kapilyarlar açılır, trop zatına var, açılır. Mədə altı vəzə normal qan gedir. Bunun əksini kimsə sübut eləyə bilər mənə. Nə eləyə bilirsiniz, yazın da, bəlkə mən səhv eləyirəm, nə bilmək, danışıram. Bu, normal qan getməyinin səbəblərini dedik, izahını dedik, nətər eləmək olar ki, normal qan getsin. Bəs indi qanın keyfiyyəti. Qanın keyfiyyəti vitaminli qan olmalıdır, oksigenlə zəngin qan olmalıdır. Dietanızı dəyişin, keçin mərci, bulğur, nə bilim, gül kələm, brokoli. Belə şeylərə də təbii demirəm, ət yeməyin, ətdən zatdan uzaq olun. Ətinizi də yeyin, balığınızı da yeyin. Amma mütləq o vitaminli yeməklər yeyin. Səhər tezdən sok üçün. Əgər şirin soklar mümkün deyilsə, kələmin sokun için. Balqabağın sokun için, nə bilim, cürbəcürə meyvə, tuş meyvələrin sokun için. Ki, qanun tərkibi kifayət qədər olsun ki, keyfiyyətli olsun ki, mədə altı vəz ondan o istədiyin ala bilsin. İstədiyin götürə bilsin. Və indi qaldı bir dənə məsələ. Bir dənə məsələ qaldı, oksigen. Həkimlər də hamısı deyirlər ki, açıq havada olun. Nəyə görə o xəstələrə deyirlər ki, şəkər xəstələrinə? Açıq havada olun. Açıq havada oksigen çoxdur, sən nəfəs aldıqca qanın tərkibinə oksigen, kifayət qədər oksigen gedir. Kifayət qədər getmir, biraz gedir. Və mədə altı vəzə oksigen gedir, o da biraz bəlkə keyfinə düşə, öz funksiyasını bərpa eləyə. İndi onu nətər eləmək olar ki, o mədə altı vəzə normal oksigen getsin. Görürsünüz ki, piyada getmək kömək eləmir də, təmiz havada olmaq kömək eləmir. O da keçir Strelnikovaya. Strelnikovanın nəfəs gimnastikasında onun birinci şərti odur ki, təmiz havada olmalısan. İkinci də ki, sən onun gimnastikasında hərəkətlə nəfəs gimnastikası. Sən oksigeni aldığın havanı qısa bir müddətdə ciyarlarına sıxırsan. Ciyardan qana normal oksigen gedir, oksigen də paylaşır. Məsələn, indi mən bir dənə o şeyi görsədim, xaça bu onun bir, heç olmasa onun bir dənə o gimnastikasını görsədim, o bir 12 dənə uprajneniyadır Strelnikova. Məsələn, onun bir dənə uprajneniyası budur. Bu əlini abnemi pleşidir. Yəni çiyinlərini qucaqlamalısan. Bu uprajneniyanı eləyəndə, sən havanı risk alanda, əllərini belə eləyəndə, bütün o aldığın havanı sıxırsan ciyarlarına. O birisi uprajneniyaların hamısını görsədə bilərəm ki, hansında sən havanı sıxırsan ciyarlarına, ciyarlarından da qanın tərkibi oksigenlə zənginləşir və mədə altı vəzə oksigenlə zəngin qan gedir. Vitaminləri də yeməklə düzəldirsən, o birisi uprajneniyalar, dediyim kimi kontrast duş edirsən, mədə altı vəzi polnuslu qanla Nişinin dediyi kimi təmin edirsən, hamısını eləyirsən, şəkər xəstəliyi keçib gedir, avtomatik. İndi gəlin deyək, görək, bu hər yerdə oxuyursunuz ki, şəkər xəstəliyi sağalmazdır, şəkər xəstəliyi sağalmaz. O sizin fikrinizdir. Mənim fikrim odur ki, sağalmaz xəstəlik yoxdur.
İndi bu nədəndir? O şəkər xəstələri deyirlər. Şəkər xəstələri fikir versəniz, hamısı tənbəl insanlardır. O, özlərinə bəraət qazandırmaq üçün deyirlər, hamı deyir ki, şəkər xəstəliyi sağalmazdır. Heç bir cəmaat bunları günahlandırmasın da ki, sən tənbəlsən. Yox, mən tənbəl deyiləm. Nə varam, şəkər xəstəliyi sağalan deyil, ona görə şəkər xəstəliyi tutmuşam, heç nə də eləyə biləm. Bu, Norbekovun fikridir. Mirzə Kərəm Sanakuloviçin Norbekovun fikridir. Dahi akademik, çox gözəl. Ondan mən saatlarla danışa bilərəm Norbekov. Mənim ən sevdiyim akademikdir. Onun fikirləri ilə, hamısı ilə razıyam. Samovastanovlение человека zat bir dənə kitab yazdı, onunla bütün dünyada məşhur oldu. Bir dənə adicə primer gətirdi, rəvayət danışdı, onunla bütün elmi zadı hamısı onun üstündə quruldu. O deyir ki, insanlar hamını günahlandırır, bircə özlərini günahlandırmırlar. Ki, mən günahkar deyirəm. İndi şəkər xəstələri də hamını günahlandırır, hamı günahkardır. Bax, görürsən, şey eləmirlər, xəstəlik sağalan deyir, mən nətər sağalım. Sağala bilmərəm. Sonra bəhanə gətirirlər. Durub gedib idman eləyə vəzinə, bəhanə gətirirlər ki, qorxudandır. Biri çıxıb deyib ki, bir kimsə ki, şəkər xəstəliyi doğrudan əmələ gəlir, qorxudan əmələ gəlir. O saat şəkər xəstələri yapışıblar o sözdən. Bax, biz də şəkər tapmışıq, qorxmuşuq, oturub fikirləşirlər. 5 ay bundan qabaq mən bir meyit gördüm. 3 ay bundan qabaq bir dənə avariya gördüm. Ondan sonra şəkər tutdum. Qorxudan şəkər xəstəliyi tutulsaydı, bir belə həkimlər onda gələk, hamısı elə şəkər xəstəliyi tutub, yıxılıb ölərdilər. Gündə neçə dənə meyit görürlər, gündə neçə dənə gözlərinin qabağında adam ölür. Onlar niyə şəkər xəstəliyi tutmurlar? Elə sən getdin bir dənə görən kimi meyit şəkər, getdin bir dənə avariya minlərlə adam baxır. Heç olmur, bir dənə sən onu görən kimi qorxdun, şəkər xəstəliyi tutdun. Bıraxın, getdin boş-boş siz. Bütün bu məsələlər hamısı onun üstündədir ki, siz tənbəlsiniz. Tənbəlliyin daşını atıb sağalmaq istəmirsiniz. O şəkər xəstəliyinə 1000 dənə də don geyindirsiniz ki, hamı günahkardır. Bir sizdən başqa. Əzizlərim, əgər mən bu dediklərimdən bir qırıq nəysə götürdünüzsə, nəysə eləyəsinizsə eləyin. Mən bütün şəkər xəstələrinə sağlamlıq arzulayıram. Arzu eləyirəm ki, onlar da hamısı mən dediklərimi eləsinlər, sağalsınlar. Ömürlərin axırına kimi ay tort yemə, ay onu yemə, ay bunu yemə, ay aptekdən qaç o aparatın dərmanını al, ay gəl görün neterik. Bunların hamısını eləyin, rahat həyat yaşayın, deyin, gülün, yeyin, için, kef eləyin. Bəsdir də, tənbəlliyin daşını atın da, o tənbəllinizlə pakrivat eləmək üçün, bax, belə boş-boş şeyləri fikirləşib tapmışsınız. Qorxudan olub, nə bilim, sağalmazdır şəkər xəstəliyi, nədir? Bu mənim fikrimdir. Bacarırsınız, yazın ki, sən düz demirsən, ola bilər, mən demirəm, bu mənim fikrimdir. Baxın, görün. Neyse deyə bilirsinizsə, kommentariyalarda yazın, gözləyirəm kommentar. Amma mənlə razısınızsa, kommentarda bir plus qoyun ki, mən sənlə razıyam. Oldu, çox sağ olun, hamınıza can sağlığı, uzun ömür.